Deməli, mən bayaq verilişimi bitirib sağollaşan kimi mənə Azərbaycandan bir zəng gəldi. Tanımadığım bir nömrə idi təbii ki. Telefonu götürdüm. Bir bəyəfəndi özünü təqdim etdi. Adını burada demirəm. Və mənə bildirdi ki, Afət xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Mən çox xahiş edirəm, siz hər dəfə bu biz doğanlar temasını danışarkən biz ölüb yerə giririk, utanıb ölürük. Çünki dedi, həmin müğənni dedi, bizim nəslin üz qarasıdır. Mən təəccüb elədim. Dedi ki, biz rayonda el-oba arasına çıxa bilmirik dedi. İndi bu adam bu səhv addımı atıb, bizim günahımız nədir? Siz deyir, canlıda deyirsiniz ki, bunun nəsli kökündə bir kişi yoxdur. Bax, kişi mən qeyrətli də oğlanam, qeyrətli kişiyəm. Mən əgər qeyrətli oğlanam ki, dedi, mən onu qəbul eləməmişəm, bir qohum kimi silmişik. Və bəli, dedi, Azərbaycan balaca yerdir, hamımız bilirik ki, qeyri-qanuni. Bu adam, dedi, ailə qurmadan, ərə getmədən, bu uşaqları, dedi, hətta, dedi, onun qardaşını da dindirmirik, dedi, biz adam yerinə saymırıq. 5-3 manatı ola bilər, dedi. 5-3 manata, dedi, bizi, dedi, o pulla satın ala bilməz. Mən sizdən artıq dərəcədə xahiş edirəm, canlılarınızda, o qohum söhbətini oradan çıxardın. Mənim istəyimlə, dedi, biz qohum olmamışıq ki, dedi. İndi bizim taliyimiz, qismətimiz belə gətirib ki, bu üz qarası bizim qohum olub. Mən o bəyəfəndini alqışlayıram, adını da çəkməyəcəm, özünə də söz verdim. Halal olsun sizin kimi qeyrətli Azərbaycan oğullarına ki, siz o cür insanları o əyri yolda olduqlarına görə, düz yolda olmadıqlarına görə qohumluqdan silmisiniz. Və baş üstə, mən büyündən sonra mövzularımda mən qohum adı çəkməyəcəm. Sizə xatir, sizin bir dürüst Azərbaycan kişisi olduğunuz üçün və dürüstcə etiraf etdiyiniz üçün mən sizə təşəkkür edirəm buradan. Və çox şeylər dedi. Sadəcə olaraq mən ona söz verdim ki, mən bugündən sonra canlımda qohum adı çəkməyəcəm. Yaxşı bir söz dedi. Dedi, heç kim qohumuna cavabdeh deyil, dedi. Mən nə edə bilərəm? Mənim, dedi, ailə üzvüm, yaxın ailə üzvüm olsaydı, dedi, mən əncamını qılardım, dedi. Və mən ona söz verdim büyündən, bəli. Dediyim kimi, danışdığımız sözümüz sözdür. Sizi nəzərə alaraq mən qohum adı çəkməyəcəm. Amma qardaşına sözümü yenə göndərəcəm. Qardaşın qeyrəti yoxdur. Bacı gedib evli kişidən 2 uşaq doğub, qardaşın da altına maşın alıb verib. Bu məlumat da düzdür, bunu dəqiqləşdirdim, bəli. Qardaşa maşın alıb verib ki, qardaş da göz yumur. Bu qədər yəni. Oldu, sağ olun.